Baş sponsor Hell Energy, sponsorlar İrşad Electronics, Metak, Berlin mağazalar şəbəkəsi, Giper Gips məhsulları, partnyor Kasap Döner. Baş sponsor Hell Energy, sponsorlar İrşad Electronics, Metak, Berlin mağazalar şəbəkəsi, Giper Gips məhsulları, partnyor Kasap Döner. Püf! Bunlar otağı ne güne koy be? Bu ne de? Vay vay vay. Karpuzu da yerde yerler. Bunlar ne pis adamlarıymış he. Püf! Yan görme püf. Ya. Buna bak he, buna bak he. Sasiskanı da hiç çayın içinde kaynadarlar mı? Bunların ağlı bak. Püf! Vay! Çin çürsün çin çürsün. Git o saz içini yığıştır orada. Bıy! Salam aleyküm. Al İsmail. Bunlar çıkıp gitmeli dahi bunu. Dostları çıkıp gelip bu kalıp burada. Ay Arap kardeş. Habibi! Ay kişi dur, vaktiniz bitir. Vay bunun sesi çıkmıyor. Vay İsmail. Vay. Şemi. Vay Şemi. Tez dur gel atere. O dünence Arap yok idi. İbn Əl-Zibeydə Sergey. Bunlar 50-60 derece istili olan ölçüde yaşayan adamlardı. Kişi bunlar gelipler bura kuluç tutup beline. Dünen de ma dedi ki masajistka çağır 3 tane. Gelsin kuluncumu tutsun. Ben de çağırdım gelsinler bunun kuluncunu tutsunlar. İzin ne ter tutuplarsa kişi. Zıkkırını da çıkartma. Öyle tür tap uzanıp. Ne gayrım? Şille de vurdum, tepik de vurdum, ayılmır kişi. Durca görmeyin biri. Öyle değil ya zibile düşerik. Vay kişi. Ay Arap kardeş. Bizi zibile salma dur. Ay kişi. Bu telefonlar ne oldu? Böyle diyen böyle. Xeyir olsun əziz dinləyicilər, əziz tamaşaçılar, bizi izləyən tamaşaçılarımız da var əlbəttə və bugün bizim çox maraqlı bir qonağımız var, xüsusi qonaqdır və onu mən sizə təqdim etmək istəyirəm. Deməli, Maliyyə və Tibb Kollecinin məzunu Qılman Hacı Təpəli qonağımızdır. Xoş gördük sizi. Çox sağ olun, Raqif müəllim, mənə dəvət eləmişsiniz. Bütün televiziya tamaşaçılarımızı buradan salamlayıram, xoş gördük. Mənə onlar yəqin ki görürlər. Televiziya deyəndə ki biz radiodayıq indi. Yəni bura radiodur 106.3 FM-dir. Amma bizi Facebookdan izləyirlər. Yəni tamaşaçı oradan var, amma bura televiziya deyil. Yəni siz radioya qonaq gəlmisiniz. Bizim avtodoktor. Deməyə dedilər sən efirdəsən. Mən onda xələt qalmıyorum. Radio efiridir. Yəni nə olsun siz onsuz da gələndə, yəni həkim hara getdi geyməlidir də. Yəni başa. Bu demək lazımdır. Mən bilməliyəm də. Mən o qədər sözlər hazırlamışdım. Mən dinləmişdim. Yox, hamısını siz deyə bilərsiniz. Siz artıq yayındasınız. Bayaqdan eşidirlər bizim danışığımızı. Səsim gedir. Hamısı gedir, hamısı. Hamısını eşidirlər. Yəni elə o da getdi. Ona görə rahat danışa bilərsiniz. Ona Raqif müəllim elə gəlmişkən mən həmişə əlim dolu gəlirəm deyə
Qatıq gətirmişəm siz üçün kətdən. Qatıq Hə. radioda efir, yəni İntihası- radio efirdə bu bizim üçün. Piləkəm bir balaca sürüşkən idi, o çıxa-çıxda dəydim biraz. Sən Allah Sınan fasonu oldu. İndi buranı kim təmizləyəcək? Bax bunu gətirmisiniz belə. Bura radiodur, bura televiziya deyil. Buranın biraz aurası başqa cür İndi olur. qatıqdır da, camış Burada qatıqdır. mənim Daha dalımca olsa başqa qonaq gələcək bura. Ayıbdır axı, yəni bunu kim təmizləyəcək? Cəmaat bunu əl-əl axtarır, bir manata deyib, o boyda balaca. Niyə məhz qatıq? Mən onu başa düşmürəm. Türklərdə bir qəşəng söz var. Mən o vaxt oxuyanda mənə deyirdilər ki, tatlı yeyəlim, tatlı konuşalım. Bəli. Elə mən də qatıq gətirdim ki, qatıq yeyəlim. Aydındır, aydındır. Ehtiyac yoxdur. Şirinlə düz gətir. Gəlin keçək birbaşa suallara. Burada suallar gəlir, bizə yazırlar və mən oxudum burada sizin haqqınızda. Sizin bir şikayətiniz var idi. Yəni dedi ki, mən şikayətimi efirdən demək istəyirəm. Buyurun. Mən televiziya tamaşaçılarına deyəcəkdim. İntihası mən deyirsiniz ki, onlar məni görmür. Eşidirlər də yəqin. Əlbəttə eşidirlər və Facebookda da izləyirlər bizi. Mən uroloqlardan birbaşa şikayət etmək istəyirdim. Buyurun, siz özünüz də uroloqsuz da. Bəli, yox, özüm uroloq deyirəm. Çünki mən bir dəfə oradan görmüşəm ki, həkim bir nöqtəni müalicə eləyir. Məsələn, ürək həkimi ürəyə baxır, böbrək böbrəyə baxır. Uroloqlar götürür nə edir? Burun, boğaz, qulaq üçünə də birdən baxır. Sən birini yaratdın ki, o birisiləri müalicə edirsən. İşi budur. Olmaz. Burun həkimi buruna baxar, Qulaq qulaq boğaz həkimidir də uroloq. Nətər, mən Yəni, siz oxumusunuz haransı? Mən Bəli, buradan, mən baxıram, siz burada yazmısınız ki, mən Iğdırda müalicə tibb texnikumunu bitirmişəm. Bəli, maliyyə və tüftür. Mənim əslim Iğdırdandır, biz gedir gəlirik. Orada elə bir texnikum yoxdur qardaş. Yəni siz haram bitirmisiniz? Nətər yox, onda mən haram tanışım. Bilmirəm, yəni indi bizə də o maraqlıdır. Əslində mən onu da soruşmaq. Siz haram Mən bitirmisiniz? Iğdırda oxumuşam. İndi biz biləcəyik, yəni əslində suallara cavab verməkdən biləcəyik siz haram bitirmisiniz. Deməli yazırlar bizə ki, salam əleykum, əleykum salam. Mənim avtodoktora sualım var. Mənim maşınım yağ yeyir. Yağ yemək nə ilə bağlıdır? Yağ yemək tibbi tərəfdən deyim də mən o. Əlbəttə, bu da yəni bir Yağın heç orqanizmdir. bir xeyri yoxdur. Çalışsın biraz o kənd məhsullarına üstünlük versin də. Yəni camış qatığı ilə bərabər camışın da yağı olur. Bəli, o yağdan versin ki, o xeyirdir. Bəli. Çox sağ olun. Yəni bizdə indiyə qədər belə maraqlı qonaq olmamışdı, belə cavablar olmamışdı. Deməli növbəti sual var. Yazırlar bizə ki, salam avtodoktor, əleykum salam. Mən deyir, məndə qışda birincidən götürmür, ikincidən, üçüncüdən götürür. Amma yayda səhər də götürür, axşam da götürür. Yəni qışda səhərlər birincidən götürə bilmir. Səhərlər götürə bilmir. Hə, səhər götürə bilmir, sonra yəni 2-dən, 3-dən götürür artıq. 2-dən götürür. Hə, bizə qışda çox belə suallar gəlir. Yəni o qışda götürmürsə heç məcbur eləməyin. Elə yayda rahat götürür də bu. Ancaq yayda götürür. Yayda götürsün. Bəli, Qışda sürməsin maşını, neynəsin? Söhbət maşından gedir də, yəqin ki bilirsiniz də, bizim yəni master Bildim, klass. mən efirə gəlmişdim qonaq. Mən gedeyim, vallahi bilmirəm o nə vaxt götürür, nə vaxt götürmür. Qatığımı da götürün mən. Qatığı 100% Sizə uğurlar arzulayıram. Çox sağ olun. Özü bilər nə vaxt götürün, nə var. Çox elə onu da götürün, onu da Çox sağ olun. götürün. Çox sağ olun, bəli. Biz isə davam edirik. Nə edim mən dili bima Becə almır bibi qızı Deyirəm adım pis sıxar Məni almır bibi qızı Bu bibi qızı ki deyirlər Bu sağalmaz bir azardı Boynumda ağır bir yüktü Adama dərdi qubardı Bu sözü eşitməyəydim Dedilər gəzdiyi vardı Dedim yortacam hamvızı Məni almır bibi qızı Nə edim mən dili bima Becə almır bibi qızı Deyirəm adım pis sıxar Məni almır bibi qızı Hardan zəng elə. Hə Güləndam. Nə qarıbsan? Şirindən xəlvət biz görüşən parka gəlibsən. Az başımıza iş gəlib, bu gün gəlib görüşənmirəm səndən. Az dinlə qarım, mən istəyən ətirdən vurmusan. Ağzımda deyirəm başımıza iş gəlib. Sonra deyərəm niyə? Az davay sağ ol da deyirəm görüşənmirəm, sağ ol. Bir saatdan gəlməz. Şəşir. Şəşir. Nə Səni var? heç xoş görmədik, ay Şəşir. Mən də səni heç xoş görmədim, nə istəyirsən? Sağ ol, ay Şəşir. Hə. Bax, xahiş edirəm səndən, insan kimi, bir dost kimi mənə bir dənə gözəl mənzərəli, 2 nəfərlik, geniş bir otaq lazımdır. Diz qoş, qalxım yuxarı, xahiş edirəm. Ağsaqqal, Pusat, sənin gözəl mənzərəli qəbristanlıq axtaran vaxtındır. Sənin otel axtaran vaxtındır. Hə? Başa düşmədim. Kəbin Ona kağızını ver, kəbin kağızını ver sonra. Bax, elə problem onda da Şəşir, kəbin kağızı yoxdur. Diz qoş, hörmətin nədir eləyəcəm, narahat olma. Diz qoş, qalxın. Sən bir dəfədən başa düşmürsən ki, kəbin kağızsız içəri keçmək olmaz.
İstəyir daim arvadınla belə gəlsin, buraxan döyəm. Kəbin kağızını ver, keç. Sən çox nəməs adamsan, çox pis adamsan. Çox xahiş edirəm, yox da kəbin kağızı, nə olar, bırax çıxım gedim. Gəlmişəm də bırakım gəlmişəm. Ay qayda var, qanun var, ay bir oxu da ağsaqqal adamsan. Olmaz. Lan özünə tut. Əsəbləşirəm mən. Görünə günə qoydular məni, gic-gic yerlərdə oxuyuram. Oxuyub əsəbləşirəm mən, neyniyim? Deyil, gəlmişəm evə, yoxdur bir qızı. Adamı özündən o çıxardan, o dingildədən duxlarından vırıb, gedib Şoşu ilə görüşə. Yaxşı ki, mən bu şirin masaj salonlaşdım. Başım qarışır, çıxıram yolda da vizqa paylayıram. Yoxsa, çoxdan yotmuşdum səni. Çoxdan. Başım Ay qarışmışdı. Şirin müəllim, evimiz yıxıldı. Az nə olub, bir qızdan qara xəbər var, nə olub? Adı ondan da betər. Nəydən olub da? Bu ərəbi masaj edirdi. Hə, Öldü. öldü, hə. Kül sizin başınıza. Kül necə öldü, ha, necə öldü? Adam necə ölür? Masaj edirdi. Öldü də öldü. Vay, kim öldürüb? Göyərdi, ağardı, necə oldu? Hadi hamısından oldu. Ağzına bir köpük geldi. Baxın, o bursa hani, o bursa qızda. O biri kızdan da çıktı arada. Çıxdı aradan, ala, mən neynim ala, mənim niyə bəxtim belə dala? Kül sizin başınıza. Başa düşen her insanı tilvestivit eləyirəm mən. Başa düşen her insanı tilvestivit eləyirəm mən. İnsanı idarə edən ağıldı. Var oğullar kəlmələri qızıldı. Adları qızıl hərflə yazıldı. Hələ yaşayır adsanı tilvestivit eləyirəm mən. Hələ yaşayır adsanı tilvestivit eləyirəm mən. Bu sözü ürəklə deyir. Ay Şəmim, Hə. deyirəm sən bu axrana sisteminin rəisini belə çox istəyirsən ki, ha? Bunu arxada tuzdurursan? He ona göre yok. Keçen defa tuzdurmuşam qabaqda. He. Polis saxlayıb. Da yarım saat polise başa sala bilmədim ki, ay kişi bu mənim axrana rəisimdir. Bu qabaqda oturmalıdır. Götürdü 3 bal yazdı, 60 manat da qoydu beni. şey. Gel. Buyur. Şoşi, yeterli. Şoşi, nerede görüm ki bu özünü ölmüşlüğe vurmuş Ərəb hansı otaqdadır? Hey, ölmüş Ərəb, Ərəb ölüb. Sizin otelde Ərəb ölüb. Ona göre beni içeri bırakmışsınız. Ərəb ölüb burada, Ərəb ölüb. Ərəb. Bir dəqiqə gəlir, sən nəyin öhün göz qaç elirsən ki? He, ne ölüb ay Ərəb. kişi, ne ölüb ayak saqqal. He bu felaket yoktu, bizim giş felaket. He. Bu götürüb hemen o giş anekdotlardan danışıb Ərəbə. Bu da o söhbət var ya deyir, gülməkdən öldü. Bu da yazıq keçinib indi yüngül var. Ona göre. Ne ölmə, ne danışır? Çık git aksakla çık. Ne kəbin kağızı getirersen gelersin ki. Yok, yoktu. He. Qılma. Ne bu? Sən nə qılmasın sən, hə? Bayaqdan sənə göz qaş eləyir ki, yəni sus dənə dilini qoy qarnına. Bu göz qaş eləyir mənə bu. Ha mən də elə bilirəm ki, Şoşinin gözü qaşı oynayır. Ona görə mən Şoşu sənin üçün o bəzi müğənnilərin prodüserlərindən zadındandır, gözü qaşı oynasın. Al, ha. Gel. Getir. Getir hemen deyim. Ala ağsaqqal, köməyim lazımdır mənə. Ala işə düşmüşəm. Yolda bir dənə qız gördüm yolda. Bir dənə belə yatsaydı. Dedim ala söz atım bu ilə tanış olun. Qız akası karateysinmiş. Karatey? Ana bir dənə təpik. Yaxşı olur. İndi məni söhbətə çağırır. 10-15 nəfər padruqasını çağırır söhbətə. Neyini ala mənə köməklə gedək də. Başın xarabdır, mən heç qoyaram sən ora tək gedəsən. Sən gedirlər. Qardaşın ölməyib. Ala bu heli, hellə get. Tək getmə, hellə get, hellə davay. Bir dənə hel 15 nəfərdən mən bununla necə bacaracam onlarla? Mən dalaşmaq üçün demirəm. Deyirəm heldən iç enerjin olsun, qaç. Cır aradan da başa düşürsün. Ağsaqqal şirin indiyənə kimi heç kimin qabağından qaçmayıb. Bülbül ala, neynirəm bunu? Özün bilərsən, mən məsləhət üçün deyirəm, məsləhət üçün. Məsləhət? Onsuz da heylə xoşum gəlir, içə-içə gedərəm. Ay, Sağ sağ ol ol, ağsaqqal. davay. Sağ ol. Sağ Bizim ol. sən sifətlə döyülməkdənsə hel yaxşıdan get. Baş sponsor Hell Energy. Bələm düz, tərtəmiz. Buyur qardaş. Təmiz metak firması. Əla. Ha! Şöngülüm. Ne tartar? Buyur.
Hə, keyfinə bax. Cicbəsər, sən hardan çıxdın? Tez elə mənə bir 10-15 metr şey ver, bu metaqın turbasından ver, tələsirəm, tez elə. Vay, sağ ol fəlakət. Aya təzə ev almısan, remont edirsən. Yox, evin remontuna elə başlamamışam, eşitsən. Bu ətrafında qonşular yoxdur. Hə. Onları da metaqla çəkirəm ki, sonra onların suyu birdən problem çıxardar da evə başa düşdün. Qonşudan başlayıram birinci. Ay, sağ cicbəsər deyən özdə Hə, cicbəsər. sağ ol, sağ ol, sağ ol. Əməlli başlı alim Ver sən bir iki esən. dənə turba ver gedim az danış. Fəlakət. Hə, Bax, bundan götürürsən. hə, sağ ol. Yan, elə bunu topa verim sənə. Hə, ver. Al. Bu niyə bir uzundur? Hə, bax. onu özüm taxdım. Şo. Hə, yaxşı. Davay Qonşularda görsən. problem oldu mu zəng elə. Yaxşı. Sponsor Metak. Ay Şəmi, nəkərdi. Salam Şəmi, Aydın. sədərəndə o boyda klinika tikdirmişəm. Aha. Bu nühüm xəstələnib gəlmirsən mənim yanıma. Niyə xəstələnim Aydınman, ha? Niyə xəstələnim bax? Camal nühüm xəstələnir, sən deyə də. Bax, gəlmişəm Sədərəkdəki bu Berlin mağazasına. Bəli. Hər yer maşallah Alman mallarıdır. Gəl. Gördüyün bax bu Alta Farmanın Aha. omega 3, 6, 9 balıq yağları var. Deməli, nə edirsən? Bundan atırsan, immun sisteminin yaxşılaşması. Bəli. Sinir sistemi, Buyur. tırnaqlar, dərinin cavanlaşması, ürək damar sistemi, nə bilim, dayı nələrə xeyri yoxdur bunun. Mən niyə sənin yanına gəlim? Ha? Bir ver, bu omega 3, 6, 9 balıq yağın tərkibində bu qədər insana xeyirli şeylər var ha. Hə. Mən nühün əziyyət çəkib 2 kvadrat metrlik mən klinika açmışam. Yoxdur, ona görə. Yoxdur. Onda Şəmi bundan mənə biraz ver. Hələlik xəstələrim çoxdur. Dedim onları bununla müalicə edeyim, klinikamı satım, sən pulu verirəm. Öpdüm Şəmi, öpdüm. Düzəlmədi qəbul olma. Sponsor Berlin mağazalar şəbəkəsi. Bu nə dərd dala, bu nə bəla dala. Mən ki gətirmir də. Pul qoyasan, masa salona açasan, oradan meyit çıxsın, ölü çıxsın. Mənə bax, sənə kim deyir, baxı, bu çıxasan ərəbin üstünə bu belini tapdalayasan, o meyidi çıxsın oradan, nəfəsi kəsilsin. Kim deyib sən onu? Proqramda yazılmışdı da ay Şirin Bəli. Nə proqramı? Danışma. Sən danışma, mən danışana danışma. Biz çəkimə güvənliysən, mənim də özümə görə çəkim var, hörmətim var. Mənə bax, heç olmasa bunun cibindən kaşokunu, pulunu götürə bildin? Ay Şirin Bəli. Ölüdən də oğurluq eləmək olar, günah deyə. O oğurluq deyil, o sənin halal zəhmətindir. Götürərdin də, heç olmasa o bursu dünyaya o borclu getməzdi. Götürərdin. Ay Allah, bu nə dala? Maşa salona aç, meyit çıxsın. Nə bilim ala, disko aç bağlansın. Qumarxana aç belə olsun. Qaçalmalçılıqla, güclə, balayla pişik yeməkləri gətirdim. Məhlərin pişikləri onu doğradı getdim. Yox da mən Nədən gəlmirsən? Ay, bir yaxınlaş, əlini yoxla, ayağını yoxla, bir parmaq elə, həkim döysən sən. Mən? Yox mən. Mən o əlimi vurum. Şəmi, mən and içmişəm, mən ölüyə parmağımın uzun da vuran deyiləm. Mən ölüyə parmağımın uzun vuran kimi mən ruh tutur. Nə? Ruh. Ruh tutur. Hə. Sonra anam Qasimli qırağa atama ağladır, mən ruh. Demir şimdi məsələn, get bir əl elə. Bir süni nəfəsdən zatdan ver, bilək ölüb, sağdır. Nə gayrım? Süni nəfəsdir. Ma? Hə, ma. Bir şəmi içəri gidip demezler ki bıy. Ma. Bunlar burada ne gayrılar? Demezler. Bıy. Ne danışıyorsun? Ben suyunu nəfəslə tutarmışam. Mehmet ağa, yaydan bəri suyunu nəfəs vermirəm. Bir dəfə arabada suyunu nəfəs verdim, göldə batmışdı Şəmi. Çıxartdım o sudan suyunu nəfəs verdim, qardaşları gəlməyə tutdular, döydülər ki bunu almalısan. 6 ay mən ona bir yastığa baş qoymuşam. Axırda getdim özümə yastıq aldım ki mən ayrı yatıram. Bıy. Nə qayrıq çocuk, bir şey fikirləşmək lazım. Bir şey fikirləşin də bu. Bəs sən həkim deyilsən. Gəl. Sən mən niyə çağırmırsan? Sən nə? Keç də keç, sən heç almasa baş beynimi aparma. Keç qırağa, mən içəri keçməliyəm, Şəmini görməliyəm. Vura da bilmirəm, səni kıçın boydasan deyəcəklər, ağsaqqal kıçı boyda uşağıdır. Keç. Ağsaqqal ağzının danışığını bil, nə uşaq? Mən Şəm müəllimin mühafizə xidmətinin rəisiyəm. Yaxşı, əsəbləşmə. Əsəbləşmə. Bax, gəl bir dənə yol tapaq. Heç almasa gəl mən sənə. Bax, əmi sənə konfet versin, sən konfetdən ye. Mən də keçim gelim, sən gelim nə var? Yox, yox. Şəm müəllim mənə deyib ki, tanımadığın əmilərdən konfet alıb yemə, dişlərin çürüyər. O da çox bilmişdi. Fəlakət. Çox sağ ol. Bu şirin uşaq kimdir, nəvəmdir? Yox, nə nəvəm? Başın xarabdır, tanımadın. Şəminin axranasının rəisidir, axrananın rəisi. Eşidirsən? Bu vaxt cəmaat Dubaydan televizor zad vurub gətirib satmırsa, alver eləyirdi.
Mən də indi başlamışam. Dubaydan ərəb vurub gətirirəm bura. Başa düşdün? Ərəb? Ərəbləri vurub gətirirəm bura turist kimi. Sonra qaqan onları aparır bütün gəzdirir də Azərbaycan. Sən o gün aparmışam. Sanqaçal yolunda yolun qırağı yoxdur trans. Oturmuşuq oradan sevişkə çıtlıya yolun nətər baxırıq. O günü Ərəb yolunda bu qarğaların yığışdığı yer var da müzakirə elədik. Getmişik ora yığışmışıq ərəblər, oturub qarğalara baxırıq. Qarğıya baxırsınız. Xoşlarına gəlir, dostlaşmışıq. İndi bunlara aparacam bu Coradi yalama yolunda qəşəng tras var. Orada oturaq biraz da ABD. Axşam tərəfi də istəyirəm bu Şorabat kəndində deyirlər təzə qatar reysi zadı açılıb da. Aparacam ora qoy istirahət eləsinlər də və fəlakət hansı gün Ay fəlakət tampaşın xarabdır. Ərəbləri niyə aparıb trasta gəzdirirsən? İstirahət də və turistlara getməli, turistlara getməli də. Yaxşı. Ay imkan ver keçək içəri. Xahiş Ay edirəm. Allah nə şirin baladır. Qaya. Gələ geçdik içəri. Gələ. Əmi quzu kəsər. Gəl qadı qal. Çox şirin daha, çox şirin də. Ayşe, bu ərəbi biz öldürməmişik ki, biz də buna görə cavab verək. Şirinin masajistləri gəlib masaj eləyəndə ürəyi dayanıb da. Aparaq verək Şirinə, cəhənnəm olur nağarır qayırsın da. Şuşu sana demiştim ki, otelə gələn qonaqlardan kəbin kağızı tələb elər. Niyə istəməmsən? 3 dənə qıllı kişidən mən nətər kəbin kağızı tələb edeyim. Sən narahat olma. Hər işdə bir xeyir var. Nə xeyrə? Nə xeyir? Ölü be bu, ölüdən nə xeyir? Ölüb, gəl yaz keçirdən pul yığaq. Sən nə savadsız adamsan, nə savadsız adamsan. Ay bayaqdan deyirəm ki, bir bax gör, bu ölübdür, qalıbdır, sağdır, nədir? Kişinin oğlu mənə desə yaxşıdır. Deyir Ayşəmi, gəl bunun ayağını qıdıqlayaq, tərpənsə deməli ölməyib, tərpənməsə deməli ölüb. Sən nətər savadsız adamsan, sən o İğdırda tibb universitetinin nəyin qutarmısan? Birincisi mən İğdırda maliyyə krediti qutarmışam. Bildin? İkincisi də ki, biz müəllimləri dərsdə tapırdıq ki, biz yetimçələr, biz məməsi ölmüşlər. Müəllimləri bütün gün PlayStation klublardan gətirirdik. Buyur. Nətərdir? Buyur. Bu mənim Dubaydan gətirdiyim dəvəsi ölmüş ərəb deyil. Yox, o deyil. Onu oxşu. Çipiyan da aparırıq ikimiz də. Bunu dolaqdan zaten geyindirə soyuq olacaq. Bu ərəb deyil o. Nə? Deyirəm də tanıyım. Buyur, fəlakə gör nə deyirəm. Onun cəzası nədir? O uyğun da cəzamı çəkməyə hazıram. İntihası onları tutdu, onlar qaçdılar. Deyən görə ərəb qaçmış ki, ərəb burdadır da. Əsas da görür, özün nətərsən, keyfin əhvalın Belə, yaxşılıqdır. yaxşıyam. Sən özə biraz fikir ver, sən soyuğu tez götürsən ha, başa düşürsən. Deyirəm ki, bu ərəblərin 4 dənə arvadı olur, düzdür? 4 dənə arvaddan minimum 5 uşaq, düzdür? 4'ü vururuq, 5'e 20 nəfər. 20 nəfər ərəbin uşağı gəlsə, düşsə bizim üstümüzə. Bilirsən nə olar şoşu? Biabırçılıq olar, biabırçılıq. O müğənnilərin videoları var ha internetdə. Ondan da biabırçı şeylər baş verər. Səmi qorxma, ay kişi. Salam deyər, iki qardaş bizlik deyil, montajdır. Nədən qorxursan? Ay gədə! Sən ol, mən sizi tutmasam, məndən pis adam yoxdur. Adımı dəyişdirəcəm, adımı. Yəni, adımı dəyişib nə qoyacam, hə mən? Onu sonra fikirləşərəm, mən maşını harada saxladım, hə? Yəni, mənim maşınımda yoxdur. Ay gədə! Gətir də, xahiş edirəm, bu konfeti gətir, xahiş edirəm. Ağsaqqal, bayaq dedim axı sənə, Şəmi müəllim deyib, heç kimdən heç nə alma. Başa düşdüm. İndi mən bir baba kimi verirəm, bu ikimizin arasında qalacaq. Mən heç kəsə deməyəcəm. Ay baba, sənin başıma dönüm, əl çək məndən. Nətərsiz? O işimizi görəydə. Qılman, xahiş edirəm, mənə dizindələn, içəridə nə baş verir? Mən qoca adamam, xəstə adamam, mənə belə şeyləri gərək razı deyəsən, başa düşdün delən. Heç zat. Aləm deyib bir-birinə. Bu fəlakətin getdiyi ərəblər yoxdur. 11'i öldü. Öldü.
İndi Şəmi ilə də Şoşu deyir ki, o Şirinin o masajistkaları o hala saldı. Ay, sağ ol. İndi Şirin cavab versin. Bəli. Çox gözəl xəbərdir. Çox Çox gözəl. yaxşı xəbərdir. Çox sağ ol. Mən bu xəbərə görə Şirindən mışdılıq alacağam, Gəl. mışdılıq. Ağsaqqal, məni götür qucağıma. Getir. Ay səni. Ay qıllımam. Ay. Yekə kişi sən ala. Adımı kişi qoymursa, satqınlıq edirsən. Abi sen dur boyuna bak, ne attığı şelliye bak. Sen kudurmuşsan balaca. Uy, ayağına yürüsün. Felaket gelmiş. Kaç. Felaket gelmiş şu. Yine zibret salmışsan beni bu telaştırmak meselesiyle. Senden ne vakit göreceğim ben. Ha, gelir gecəsi otağın durdu 2500 verəndə belə demirdin. İndi deyirsən Şəmi. He ne oldu? İçinde saklamışsan o vaxtdan ben demirsən ama ha? İndi patlayırsan sen. Kimin adamsın he? Ha, patlayaram da Şəmi. Qazanlarla evə pul aparırdın. Çıxartdım daha 25 manat pul verdim ki o da sənin. Ha, məndən niyə qaçırsınız? İki nəfər mən təkəm, niyə məndən qorxursunuz? Düzdür de. Biz iki nefer bu tek. Bunun neyinden korkudun? Polis niyə öldürüyor məni? Bundan qorxub qaçırıq ha. Ay qılman, davazat salmaq lazımdır, xahiş eləyirəm. İndi uşaqdır, uşaqlıq eləyib vurub səni. Sən böyüklük elə, keç günahından, böyük ol, böyüklük elə. Ne böyleyip ne böyleyip. Məndə böylük koydu o. Yapon korusu kimi hoplanır mənim üstüne. Böyleyip. Ne olur, ne var, ne biraz zayıf görmüşsən. Kolun güçlü çıxıb. He? Ne var, ben yazık adama gəlir mənə döyür. Duxun takım geçeyle döyüşdə o Zabit Səmədovla döyüşə bilərsən. Bura bax, lazım olsa Zabit Səmədovla da döyüşərəm. Döyüşənməzsən. Döyüşərəm. Sen Elnur Məhmədli ilə döyüşə bilərsən, ipon atar isə. Döyüşərəm. Döyüşə, hələ uzaq başı döyüşərsən 20 dəqiqə. Sonra sən meyduyu ağlayaram, elə ağsaqqal da çağıraram, gəlib ağlayar sən meyduya. Döyüşək, 31-i neynirsən? 31-i. 31'i satmışam, indi 20'de sürürəm. Ne? Başa düşmedin, sen çalıştın ki 31'i neymişsen, ben de fırlattım maşına da, yani 20'de Sen indi dava eləmişsən, kanın qaradı, yani hamının kanını qaradasan, gülməlikdən niye gülmüşsən? Ne varmış hoppa, gel karnını kaşı. Yine o ne deməkdir? Karnını kaşı. Felaket. Bayaqlardan düşmüşsən bizim dalımızda. Ne olur, ne istəyirsən, ne verirsən ala bilmirsən. Özün də ali təhsilli oğlansa bir gedək sözünü. Kimə deyirsən ha, təhsil hə? Ha, savadlı da nə savadlı oxumuş. Hə, savadlı demək. Hə də, hə. Mən bilmirdim, bax, qurban ol, mən Hə. adam bilmirəm savadlı. Ay tüfəcərə. Əgər biz o oteldə qonaq qəbul edirik, qonaq yola salırıq, başa düşür. Bizim o ərəblə nə işimiz var ay şoşu? Nə işimiz var? Onu get Şirindən soruş. Şirin adamları gəldi. Hə nə bilim yağla, balla bunu başladı, nə masaj eləməyə, nağardılar, nə etdilər? Davleniyası vurdu kəllə çarxa. Всё, yüngülvarı ölüb, keçinir. Oradan deyirsən. Hə. Onda siz niyə işdə yox ki, mən də düşmüşəm sizin üstünüzə. Hə, mən gedib Şirini nakazat eləyəcəm. Bax, bu qaqan onu gedib nakazat eləyəcək. Yaş, get, şoşu, get. Qanqaraçılıq oldu, qurban olun. Gəlin bir keyfinizi açım. Sizə bir dənə ekskluziv anekdot danışacağım. Öləsiz gülməkdən. Yox, fəlakət. Bu soyuqda nə Qurban olun, danışım da, qurban olun. Sən, qanımız qaradı, qoy biraz kes. Danışım. Özdə təsadüfə bax ha. Danış. Meşədə baş verir hadisə, Hadi, tez ol, anekdot tez ol, meşədə. tez ol. Deməli, qulaq asın. Bir dənə qoca kişi ilə qoca arvad olur. Bunlar uşaqları atır. Gedib meşənin ortasında yaşayırlar. Üzr istəyirəm, sən niyə qışqırırsan fəlakət? Sizə görə də qurban olun. Meşədə. Yavaş danış da eşidirik. Hə, deməli bunlar meşənin ortasında qalırlar. Bir gün kişi gəlir evə görür ki, arvad soyuqdan donur da, qoca arvaddır soyuqdan donur. Kişi deyir, arvad narahat olma, gedim 5 dəqiqə odun yığım gəlirəm. Kişi qaçır odun yığmağa meşədə hazır 1 gün, 2 gün, 3 gün, 3 gündən sonra odunları yığıb gəlir girir evə görür ki, mütləyə özüm ölüm, mütləyə. Gəlir girir evə görür ki, arvad soyuqdan donub, sobanı qucaqlayıb buzlayıb tabacan dönür. Hələ gülmür, qurban ol. Özüm deyəcəm ha, özüm deyəcəm gülməli yerim. Deməli, kişi tez reska arvadı götürür qucağına, qaçır meşə ilə qaçanda, qar dərin orada, batır qara batan Mamet. Canavarlar gəlir, bunları akurjeniyalılar, başa düşdün. Canavar başlayır, həmin arvad yoxdur. Arvadın üstə başlayırlar, arvad kimi. Sırf edirlər, qurban olun, meşənin ortasında. Ay, bu arvad olsa olub sana qurban olub, bunun nəyi yeyirsən ki? Kimyalıya qurban olub. Ha, 2 saatdir bunun neyi gülməlidir fəlakət. Bu arvad canavar yeyir ha. Arvad canavar yeyən Mamet, bu kişi tüpürür dabana nə tər qatır. Tüpürür sən dabanından, gel şoşu. Gəlin, ölmüşəm gülməkdən. Güzel deyil ki, qurban olun. Ala mən inşaatdayım, içəridəyəm, gəlin də. Gel. Hani? Gel. Bak. Ay Şirin ne terdi. Hala sen ne yaxşı bu Qubada İrşad Elektronik'dəsən. Ala heç nə qılır, heç nə. Hə. Bu bibi qızını şoşu ilə yorğanın altında telefonla danışan tutmuşam. Ala hə, götürdüm telefonunu, çırpdım divara. İndi gəlmişəm təzə telefon alım. Neyini ala? Yaxşı elədin. Sənin xəbərdən xəbərin yoxdur. Bu oteldə ölən ərəb var idi, Şəmgilin otelində ölən. Bax o ölümü sənin üstüvə atmaq istəyirlər. Xəbərin olsun. Biraz cəld tərpənməsən, yenə də gedib girəcəksən ora içəri. Yenə də xlorlu suda bütün günü carab yiyəcəksən Şirin, carab.
Ara, axsaqqala, uzun danışın bir ala. Oğlan axtarıram ki, gəlsin mənə corab yuduzdursun. O bir-iki nəfər olub əvvəllər, indi onlar öz şotuna o hörməti qazanıblar, olub. Başa düşdün? Başa düşdüm, Sən mənə başqa səhv salmaya bildin? Mənə bax, qılı, sən gələ şəmiyə, görür gələk, haradadır bunlar, nə söhbətdə? Gir də. Yarım pors. Sən gələ bax, müdür nərdədir də? Çıx, çöldə yığın, mən də gəlirəm. Ara, yox, danışın, bir sürü Tutacaqlar, səni tutacaqlar, ay Şirin. Qardaş, nətərdir? Ecahanlıqdır. Gör nə deyirəm. Mən bu iPhone X-ımı bir qoymuşam zaryadkaya, qoydum sumkaya. İndi bu yəqin baş aşağı qalıb zaryadkası dağılıb gedib də. Bir yana bu adaptörünü qoyum da telefonumu yığım. Barış, bu iPhone adaptör deyil axı. iPhone adaptörü budur. O buna gelmez. Sən mənə öyrətmə də. Gələ, mumının dalında kəsilmiş alması. Bu da yazıb bura iPhone X. Nətər olur ki iPhone X gör bu? iPhone adaptör tamam fərqli. Hala gel şuraya məşğul gel qarnını qaşıyır. Getməz. Vermirəm də. Özünlə. Hala gelsen gene ay felaket. Hə qaqa, mən gedirəm bu Göyçayda İrşad Telekomun telefonu var ha, mağazası. Oradan telefon alacağım, Alcatel. Evet, tupoy. Onun için Göyçay'a gitmeye lazım böyle de. Elinin dalında İrşad'ın magazini var. Bilirəm, nə tupoysan, bilirəm. Mən özüm gelib Göyçaydan alıram ki, təbii olsun da, kənd, təbii. Başa düşdün? Evvela. Hə. İrşad təkcə Göyçayda değil. Qubada da var, Lənkəranda da var, Qəbələdə də var, Bilirəm, Bərdədə də var, Gəncədə də var, hər yerdə var. O magazinlər onlar üçündür. Hə. Buranma, Bakıda yaşayanlar üçün. Bir dəqiqə deyəm. Sana bir sual verim. Hə. Niyə gedib evə yumurta alanda kənd yumurtası alırsan? Ona görə ki, bilirsən o təbiidir, başa düşdün? Mən də ona görə gelib Göyçaydan alıram ki, təbii Alcatellər. Sən ki telefonu yumurta ilə müqayisə eləyirsən, Hə. bu sənin sifət. Madəsə, sür. Buna bax hələ, şəmlin bir şəmlin. Yeri. Sponsor İrşad Electronics. Ciper bunu bak bu. Ne kadar diyeyim ki ciper cipsinden al getir. Adama bir defa yerlerden ha. Ay şuşun. Sen niye ustaları kovalıyorsan, sen niye ustaları vurursan? Ben sana 1000 defa demişim ki onlara el kaldırma, olmaz şuşun. Nağayrım Ayşe'nin nağayrım. Ay kişi, dedik men şey bilinmeyen sapsarı cip salıp getiripler ma. Şimdi o iş görür. Ağzımla dedim ki, ciperin cipsinden, aslarından, üzdüğünden, divara bir başa yakılan cipsinden al getir. Hem Arap bağdı, hem de rahat yakılırdı ha. Şuşun, sen evvel bunu bilirdin. Ben de sana diyenden sonra ki, ciperin cips məhsulları məsləhətdir, yaxşıdır, əladır, ondan sonra bildin de sen. Vay, özünə aparır göç çok bilmiştin. Neyse, əsəbləşmişəm. Bu nədir, bana getiripsən acımdan ölmem dedim. Yan görüm, ay kişi balmistada o dövdüyün ustalar bizi gözlüyor. Yol üstü banandan almadan zattan Allah gide onların yanına. Gel. Balmis. Gel. Sponsor Giper Gips məhsulları. Benim ceyranım, kuzum. Şaşır, ay şaşır. Təbrik sağ ol, sağ ol. edirəm, təbrik edirəm. Çox sağ ol. Xeyirli yetirəsən. Çox sağ ol. Eşitdim, təzə maşın almışsan. Mən Bəli. də sənə maşın üçün şirinliklər almışam. Çok atayım. Vay. Portakallısı, bananlısı, fındıklı, sütlü. Aksaqqal çok sağ ol. Sağ Çok ol. sağ ol Sağ ol Aksaqqal. Ayşeşim, Bu laf sağ ol. yerine düştü. Elə kakraz maşında uzak yol gedəndə senin verdiğin bu çokotayım şirniyyatlarından atıştıra giderim. Dış Sağ ol olsun, dış Aksaqqal, olsun çok sağ ol. Ayşeşim. Şaşır, gel ne diyeceğim. Benim burada yakınlarda bir neferle görüşüm var. Çok Ayşe'rem, sen hele bu çokotayımlardan gel. Ben bu maşınla gedim gelim. Ha? Aksaqqal təzə maşın değil bu. Bu maşını heç dedem de gelse heç kime vermem. Bir özüm sürüm bunu Ayşe'rem, lezzetini Ayşeşim, alım da. Ayşe'rem bir günlük. Gedim işlerimi gelim gelim. Ha? Yok Aksaqqal incime kurban olayım incime. Verir misin? Yok veremem. Akşam bir sene var, benim rahat çokotayımları. Bana bak, başında ne olur, bir günlük maşın vermezsen bana. Aksaqqal, Çokotayım, ben de o- buna şirinliği almışım. Ama İstemiyorum. gösterip gitmeden birini ver heç olmasa. Choco Time şokoladlı gofretler. Kısa zamanda maksimum həzz.
Ala Şami, eşitdim nakolkanı mənim üstümə fırlatmışsın, ha? Bu ölmüş ərəbin mənim üstümə atmışsın. Ha, o nə deməkdir, ala? Nə də, bəlkə qorxub eləyirsən? Ala nə qorxmaq, ala? Onsuz da bugün axşama havanı qarlı deyiblər. Mən bu soyuqda çöldə barda gəzənmirəm, mən nəsə eləməliyəm, bir iş eləməliyəm, səhəri girməliyəm, başa düşdün? Yoxsa yaxşı adla istəyirəm səhəri girim, başa düşdün? Təmiz adla. Bax bu söhbətə bir dənə zarafatım var. Təmiz adı nə ilə yuyacaqsan istəyərdim eləyim. Bu zarafatı eləmirəm. Yəni eləyə bilərdim. Prosta qanqaraçılıqdır, zarafat yeri deyil deyə. Çakka, sən ol, bu söhbətə mənim bir anekdotum var. Otur, gül, nə qədər istəyirsən. Prosta deyirəm, danışarım söhbətin ciddiyyəti tədə. Şirin, ay, sənin bu qohumların masaj eləyib öldürmürdü. Biz niyə boynumuzu alırıq? Biz niyə qorxuruq? Dinləndə Şami. Ha Dıngılış, bura gel. Düzdür, mən səndən incimişəm, özə möhkəm. Qəlblə. Bildin, intihası mən baxıram, bu söhbətdən qanı gəlir. Gəl səhət birdən yatdan vereyim. Gördün ki, qan çıxdı, mən qan görəndə ürəyim gedir. Ürəyim gedəndə bunu dərmana batırır, mənim burnuma, mən ayılım. Yaxşı? Partlayıram. Hala Şami, sən məni yəsiz bilməyək, mənim öz adamlarım var. Görmədin mənim adamlarım neynədi? Hə? İşığa görə komendatına görə saldılar. Qırdılar, şərəf partladılar. Sən çağıraram onları, gələrlər sənin işıqlı dünyavı qaraldarlar. Başa düşdün? Nə qardın, hə? Ha, nə var bəyəm burada? Ölüm itim yox, bir şey yox. Bir xət düşür də, burada nə olur ki? Xət düşüb nə də? Heç bilirsən nə qarmısan? Qatına xəbərin var ya nə qarmısan? Görəcək ustaya bir dənə polirovka eləyəcək, burada nə qalır? Nə polirovka, adam ölüb maşından, polirovka nə Adam ölüb. də? Buna bax, bu nə də? Vurum adamı öldürmüşsən, baxın. Öldürəm. Ziyan gəlir, xeyir qaçır. Fəlakətin əməlindən gəlin görək kim baş açır. Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib. Durman bizi tutturacaq, qaymarikdə raxtı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın. Varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın. Diqqətli ol, adı Şirin, bilənidir Vorni Mirin. Şutqa mutqa heç hoşlamır, vilkaladı o gün birin.